Hazırda region cədvəlimizi açmışıq. Ötən dərs bu cədvəli biz population cədvəlinin referansı kimi yaratdıq. İlk növbədə bu cədvəldə ölkələrə və ya regionlara aid olan məlumatların olduğundan əmin olmalıyıq. İlk iki sütun, yəni country ID və country bu cədvəlimizə aiddir. Odur ki, onları silmirik. Lakin digər sütunlarda olan məlumatlar bu cədvələ uyğun deyil. Ona görə də onları bircə seçərək silə bilərik. İlk növbədə year üzərində klik edirəm. Sonra shift çıxıram və gender seçirəm. Gördüyünüz kimi 4 sütun seçilmiş oldu. Hər hansısa bir sütun üzərində sağ klik edərək remove column seçsək, həmin 4 sütun cədvəlimizdən silinmiş oldu. Təbii ki, silinən məlumatlar bizə yaş ilə bağlı olan cədvəli yaratdıqda lazım olacaqdır. Ona görə də bu dim region cədvəlindən bu sütunları rahatlıqla silə bildim. Hazırda əlimizdə iki sütun qaldı. Country ID və country. Burada rast gəldiyimiz ilk problem təkrarlanan, yəni dublikat dəyərlərə sahib olmamızdır. Yəni ID sütununa baxsaq, burada dəyərlərin təkrarlandığını görə bilərik. Bizə hər ölkə üçün təkrarlanmayan ID kodu lazımdır. Slaydda nəzəriyyə haqqında danışanda demişdik ki, ID təkrarlanmayan olmalıdır. Çünki biz bu cədvəli fakt cədvəli ilə əlaqələndirəcəyik. Ona görə də bu təkrarlanan dəyərləri silməliyik. İndi isə burada bənzərsiz dəyəri necə yarada biləcəyimizə toxunaq. Bunun üçün biz duplikatların silinməsindən istifadə edəcəyik. Duplikatları silmək üçün bir neçə seçənəyimiz vardır. Məsələn, country sütunu üzərində sağ klik edərək buradan remove duplicate edə bilərik. Həmçinin home tabından remove rows, remove duplicate seçə bilərik. Digər tərəfdən buradan cədvəl işarəsi üzərinə klik edərək remove duplicates edə bilərik. Buradan seçdikdə bütün cədvəldə olan duplikatları siləcəkdir. Təbii ki, hazırda əlimizdə iki sütun olduğundan bu əməliyyat heç bir fərq yaratmayacaq. Lakin əgər sadəcə bir sütunda olan duplikatları silmək istədikdə bundan istifadə edə bilmərik. Odur ki, mən home tab vasitəsilə remove rows, remove duplicates edirəm. Bir qədər zaman ala bilər bu əməliyyat. Mövcud yükləmə əməliyyatı adətən aşağı sağ küncdə gördüyünüz kimi göstərilir. Bəli, artıq nəticə hazırdır. Sütunda olan dublikat dəyərlər silinmiş oldu. İndi yalnız bənzərsiz dəyərlərə sahibik. Country ID sütununda filtrə daxil olaraq kursoru aşağı çəksək, bütün dəyərlərin bənzərsiz olduğunu yoxlaya bilərik. Gördüyünüz kimi sütun tamamilə bənzərsiz dəyərlərdən ibarətdir. Hazırda başqa bir problem isə region ilə bağlıdır. Çünki slaydda da göstərmişdim ki, dim region cədvəlində regionlarla bağlı sütunumuz olmalıdır. Yəni, hər bir ölkənin qarşısında hansı regiona aid olmasının yazılmasını istəyirik. Məsələn, Əfqanistan qarşısında Asiya, Albaniya qarşısında Avropa və digərləri yazılmalıdır. Regionlarla bağlı olan faylı bu dərsın qaynaqlar bölməsindən əlavə edəcəm. Siz də oradan yükləyib baxa bilərsiniz. Fayla nəzər salaq. Gördüyünüz kimi tekst formatdadır və 5 sütundan ibarətdir. İlk sütun bölgə kodunu ehtiva edir. Ölkə kodunu göstərən 2 və 3 xarakterli 2 sütunumuz vardır. Dördüncü sütun isə ölkə kodunu rəqəmlərlə göstərir. Əlavə olaraq əlaqəli ölkələrin adları da son sütunda vardır. İndi isə query editora daxil oluram və new source text CSV seçirik. Buradan həmin fayla bağlanırıq. Faylı açdıqda 5 sütunun olduğunu biz görmüşdük. İndi isə yalnız 2 sütun navigatorda qarşımıza çıxır. Problem burada olan ayrıcının, yəni delimetrin avtomatik olaraq yanlış quraşdırılmasına görədir. Burada bizim cədvəldə dəyərlər arasında boşluq olduğuna görə biz delimetrdə tab seçməliyik. Hal-hazırda sütunlar düzgün şəkildə ayrılmış oldu. Ok klik etdikdə sorğu yüklənmiş olacaqdır. Bu sorğunu data model qrupundan çıxarıb digər sorğular qrupuna göndərirəm. Çünki bu sorğu birbaşa modellə əlaqəli deyil. Burada olan regionlar, yəni Asiya, Avropa və digərləri dim region adlı cədvələ əlavə edilməlidir. Yəni bayaq dediyim kimi country adlı sütunun yanında yazılmalıdır. Yəni bizim əsas məqsədimiz də məhz budur. Lakin ilk növbədə bəzi işlər görməliyik. Yeni əlavə etdiyimiz cədvəldə DS başlıqlı sütunda ölkələrin kodu olduğunu görürük. Burada bizə lazım olan əsas sütun məhz bu sütundur. Çünki o sütun ilə dim region cədvəlindəki country ID sütunu eynilik təşkil edir.
Odur ki, bunlar arasında əlaqə məhz həmin sütuna görə yaradılacaq. Digər bir lazımlı sütun CC, yəni regionların adlarının qısaltmasını özündə saxlayan sütundur. Çünki bayaq dediyim kimi əsas məqsədimiz bu sütunun dim regiondakı country sütunun yanında yazılmasıdır. Odur ki, biz bu cədvəldə yalnız bu iki sütunu saxlaya bilərik. Ctrl sıxaraq həmin diez adlı sütunu seçirəm və sonrası Manage Columns hissəsindən Remove Columns, Remove Other Columns deyirik və gördüyünüz kimi seçdiyimiz sütunlardan başqa digər sütunlar silinmiş oldu. Hazırda CC adlı sütun təmiz görünür. Ona baxmaq üçün biz sütun başlığının altında olan xətti gəlirik. Gördüyünüz kimi nə error var, nə boş dəyər var. Lakin digər sütunda isə müəyyən problem var. Yenə xəttin üzərinə gətiririk. Gördüyünüz kimi 6 sətirdə boşluqlar var. Yəni bütün sətrin 2%-də boşluqlar müəyyənləşdirilmişdir. İlk olaraq bu sütunların məncə adlarını dəyişsək daha məqsədə uyğun olacaq. CC adlı sütunu region kodla, diyez isə ID ilə dəyişə bilərik. Təbii ki, ID adətən cədvəlin ilk sütunu olur, ona görə onların yerini dəyişirəm. Burada ID yerinə mən country ID adını verməli idim, çünki əlaqənin yaranması üçün sütun adlarının eyni olması birinci şərtdir. Dim region adlı cədvəldə bizdə country ID-dir, burada da country ID olmalı idi, lakin hal-hazırda onu dəyişmirəm, çünki irəlidə onu dəyişəcəm. Hazırda bir boş dəyərlərlə necə çalışacağımıza baxa bilərik. Əgər Home tabında Remove Rows və Remove Blank Rows klik etsək, gördüyünüz kimi istədiyimiz nəticəni almadıq. Hazırda sütunda yenə boş dəyərlər var. Odur ki, hər zaman çalışan filtrlərdən istifadə edə bilərik. Bunun üçün həmin xətti üzərinə gətirirəm, Remove Empty deyirəm. Gördüyünüz kimi sütunun keyfiyyəti düzəlmiş oldu, sütunda heç bir boş dəyər qalmadı. Həmçinin geri qayıda bilərik. Buradan filtr içərisinə gəlib klik edirik, Remove Empty desək, yenidən eyni əməliyyatı etmiş olacaq. Bu təmizlik addımının arxasında fərqli bir məntiq dayanır. Yəni, boş sətirlərin silinməsi filtrlərdən daha fərqli çalışır. Odur ki, hazırda filtr işimizə yaradığına görə həmin sütun üzərinə filtr tətbiq edirik. Son nəticədə əlimizdə iki sütun, yəni ölkələrin ID-ləri və region adlarının qısa formaları vardır. Lakin bu adların tam olması daha məqsədə uyğun olacaqdır. Odur ki, növbəti dərsdə buna toxunacaq.